Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. Bəli, qrupda bəhs etdiyim kimi artıq həmən kriptovalyutanı necə deyirlər, həmin o 25-30 dollarları necə qazana bilərsiniz, onun videosunu mən indi sizə çəkib göstərirəm. Əvvəla sizə verəcəyim link vasitəsilə Ctrl V edib yapışdırıb axtarış yerində Enter basırsınız və belə bir səhifə qarşılayır sizi. Bu nədir? Bu Zentra airdropudur. Zentra airdrop bir kriptovalyutadır və burada bu kriptovalyutanın şirkəti airdrop paylayacaq. 3-4 gün sonra bu bazarda list olacaq və siz çox rahatlıqla öz kaşokunuza göndərib oradan nağıllaşdıra biləcəksiniz. Bildiyiniz hamıya 25-30 dollarlardır pul paylayırlar. Deməli, nə edirsiniz? Sadədir. Tapşırıqlar 2-3 dəqiqə vaxt alır. 2-3 dəqiqə üçün bitirəcəksiniz, bitdi, getdi məsələsidir. Deməli, bura əvvəla adınızı yazırsınız. İndi öz adınızı da yaza bilərsiniz, random da ata bilərsiniz, hər şey qəbul edir. Sistemlərində boşluq var. Mən ona görə əsas buna görə video çəkirəm. Burada məsələn mən test üçün bir Gmail açdım, yəni bir Hotmail açdım. Zentra airdropu hotmail.com test üçün bir mail açdım. Yoxlayaq düzgünlüyündə. Düz. Deməli, növbəti şifrə təyin edirsiniz. Şifrəmizi yazaq. Yəni, nə yazsınız onsuz da qəbul edirsiniz. Sistemlərdə boşluq var. Baxın, mən adımı random yazdım, amma lap nə qoyaq adımıza? Murad olsun adımız. Yəni, nə qoysanız qəbul edir, qəbul etmədi. Suala görə qəbul etmədi. Bu, insanlığınızı yoxlamaq üçün 6+3, 9. Niyə? Database olsun 50. Ali. Random ataq. Random atanda qəbul görürsünüz, yəni random atırsınız qəbul edir, normal ad yazırsınız qəbul etmir. Bunu saxlanit edək. Deməli, belə səhifə açılır. Səhifə açılan kimi elə görürsünüz ki 2.5 dollar elə balansda olmuş olur. Zentra kriptovalyutasıdır. Dediyim kimi 3-4 gün sonra list olacaq. Nə edirsiniz? Airdrop bölməsinə keçid edirsiniz. Airdrop bölməsi açılsın. Burada tapşırıqlar var. Çox sadə tapşırıqlardır. Bu tapşırıqları yerinə yetirəndə kriptovalyuta verir. Gəlin elə sizə bir yerdə hamısını yerinə yetirək. Klikləyirsiniz, belə səhifə açılır. Heç nə etməyinizə ehtiyac yoxdur. Sistemdə boşluq var deyə claim'ə basanda elə xalı verir. Baxın indi successful gördünüz. Successful claimant 5 centra. Xalınızı verəcək. Yeniden klikləyirəm. Sistemdə boşluq olduğu üçün xal verəcək. Əslində sizə deyir ki, get X platformasında, yəni Twitter'da retweet atır. Yenə retweet istəyir, amma sistemdə boşluq var deyə atmanıza belə ehtiyac yoxdur. Sonra nə istəyir? Follow istəyir. Bunu da yoxlamaq üçün bizdən profil adımız istəyəcək. Burada random atırıq qəbul edir. Nə yazsınız qəbul edir. Baxın, successful deyəcək. Baxın, successful 10 zentra. 10 zentra 5 dollar deməkdir. Burada da Telegram adımız istəyəcək. Burada da random nə yazsınız qəbul edəcək. Burada deyir ki, get Telegram kanalımıza abunə ol. Hər bir halda abunə olmanız yaxşıdır məlumatlardan xəbərdar olmaq üçün. Baxaq artıq profilimizdə nə qədər var. Gördüyünüz kimi 20 dollar artıq profilimizdə var. 2 dəqiqə çəkdi. 2 dəqiqəyə bitdi. Bunu necə çıxaracaqsınız? Baxın, bu 20 dollarımız Zentra 20 dollardır. İstəsəniz bunu swap edirsiniz. Yuxarıda Zentra, aşağıda USD, yəni dollar. Max'a basırsınız, swap çevirdiniz. Oldu, nə? Oldu USDT. Çevirsin. Baxaq. USDT. İndi bu 3-4 gün sonra airdrop paylanacaq. Airdrop paylananda siz rahatlıqla send'e basıb, baxın, burada vaxt da var. 2 gün sonra. Send'e basırıq və rahatlıqla öz Binance karşılığımıza, artıq harda karşılığımız varsa, MetaMask karşılığımıza göndərir, oradan rahatlıqla nağıllaşdıracaq. Bu qədər sadədir. İndi mən daha maraqlı tərəfini sizə göstərəcəm və izah edəcəm. İndi bir profildə 20 dollar qazandım. Yoldaşlar, telefonunuzda, kompüterinizdə nə qədər Gmail varsa, nə qədər Hotmail varsa, yoxdursa da açın.
Mən 50 ədəd etmişəm, 50 profil açıb etmişəm, hərəsində 20 dollardan. Gəlin hesablayaq. Hesab makinesi belə yazaq, çıxar. Gəlin hesablayaq. Mən 50 profil açmışam. 20 dollar vur 50 profilə. Nə qədər edir? 1000 dollar pul edir. 50 profil açmaqda, yəni 50 Gmail, yəni onun özü də 2-3 saat demək olar ki, vaxt aldı. 2-3 saata 1000 dollar pul deməkdir. Hətta mən bu gün də vaxtım olsa 50 dollar, 50 profil yenə edəcəm. Gmail açanda bir yerdən sonra nömrə istəyir, məcbur edir, amma Microsoft-da daxil olub Hotmail aça bilərsiniz rahatlıqla. Onu da necə açırsınız? Məsələn, yazırsınız ki, Hotmail çıxmalıdır. Okay. Oturum açma. Burada create var. Buna basırsınız da hesap açma. Tabii ben birini açmışam. Hesap oluşturun. Mesela yeni bir bela yani Hotmail atabilirsiniz. Sizden turalım. Airdrop'u 2 hotmail.com olsun 2. Şifre de tayin edirik bura bir dənə. Belə yəni, belə birini də açırsınız. Burada Microsoft'un nömrə sistemi Gmail'lərlə açın. Daha sonra Microsoft'da açıb davam edirsiniz. Onu da necə edirsiniz? Gəldiniz Google'a bastınız. Ekle, oturuma aç. Buradan rahatlıqla indi istəsəz Gmail aça bilərsiniz. Gmail məhdudiyyət yaranandan sonra gəldiniz yenə Google'a bastınız. Bunu qapadaq. Chrome'a bastınız. Ekleyə bastınız. Hesab olmadan devam edə basıb grubu olsun ki burada artıq Hotmail açma deyə axtaraq. Hotmail oturma açma hesab oluşturma. Microsoft hesab oluşturma. Məsələn, daxil oldunuz belə. Burada gəlirsiniz açacaq. Belə hesablar açırsınız. Hesab açdıqdan sonra nə edirsiniz? Baxın, mən sizlə link bölüşəcəm. Bu tipli proyektləri sizinlə bölüşməyimi istəyirsinizsə, təmənnasız. Baxın, bu tipli bir proyekt daha var. 1-2 gün sonra istəyirəm onu da bölüşəm. Telegram kanalımızın aktivliyi zəifdir. Bu böyük problemdir. Aktivlik olmadığı müddətcə mən bölüşə bilmərəm. Ona görə mən bugün sizə bunları şəxsi atıram. Bu videomda sizə şəxsi də göndərəcəm. Rahatlıqla, baxın, təzə profillər açırsınız. Gəlirsiniz bu linki, mən sizinlə bölüşdüyüm linki kopyalayırsınız. Axtarışa yazırsınız. Yeni qeydiyyatdan keçirsiniz. Yenə random nə istəsiniz yazırsınız. Açdığınız maili buraya yazırsınız. Şifrənizi random girirsiniz. Şifrənizi girirsiniz. Sonra cavab verirsiniz. Tapşırığı yerinə yetirirsiniz. 25 dollarınız, 20 dollarınız yenə hazırdır. 2 gün sonra list olduqda rahatlıqla karşılığınıza çəkə biləcəksiniz. Bu qədər sadədir.